Xanımları başa saldığımız üstünlükləri var. Bu üstünlüklər səyahətlərimizdir, aksiyalarımızdır. Yeni dəvət olunan üzvün üstünlükləridir. Lakin SEO təliminə görə gözü görülməz hissələri olan 5 nüansını bilməyimizi hamını bilməkdə izah edirəm. Mən sizə bugün bu barədə danışacağım. SEO təliminin 5 gözəl nüansı var. Biz SEO təlimində bizə izah edir ki, gəlin, öz coşkunuzu həyatana keçirin və özünüzə karyera qurun, biznes qurun. Bu yolda biznes qurmaq üçün xanımlar bilirsiniz ki, önce bitmək lazımdır. Biznesdə uğurda var, uğuru batırmaqdadır. Amma SEO təlimi bizə gözəl planlar vəd edir. Və burada hazırlanmış, təcrübələrə əsaslanmış, gözəl uğur nəticə əldə edilmiş təlimlər tərcümə olunur bizim üçün. Bu SEO təlimi vasitəsilə biz bunları öyrəndik. Mən çox sevinirəm ki, Zəminə xanım bunu məndə gördü, hiss elədi danışığımdan və biz uzunlarımızda 15-20 dəqiqəmizi SEO təlimlərindən ayırdı. Və xanımlara SEO təlimini öyrənməsi özüm daha möhtəşəm öyrənmək istədim ki, 5 dənə təlimin qısa formasına hazırlayıb SEO təlimində keçirdik. Və mənim burada qızlarımız əllərin qalxızmadır və bilirəm ki, bizim komandamızın böyük məlumat var bu barədə. Çünki biz bu təlimi keçmişdik. Sentyabr ayından start vermişdik. Və bu təlimin 5 gözü görülməz nüansını xanımlar. Biz işə başlayanda birinci özümüzə güvənməliyik, inanmalıyıq. Bunun üçün da özümüzə yol tapmalıyıq. Və məşğul olmaq üçün birinci növbədə inan, İkinci növbədə məşğul olmaq üçün xanmalıyıq. Və üçüncü növbədə bu xanmalın necə, haradasa sərmayə lazımdır. Və dördüncü qanun çərçivəsində fəaliyyət göstərmək və satış elədiyimiz məhsulun sertifikatlaşmış vəziyyəti bizə lazım. Bunun üçün bilsəniz nə qədər sərmayə lazımdır. Ancaq SEO təlimində bizə arxamızda böyük Arifleyindir. Arifleyin bunların hamısını bizim üçün təşkil edir. Bizə inan, güvənirik, gəlirik, inanırıq, güvənirik Arifleyinə və ikinci, qanun çərçivəsində fəaliyyət göstəririk. Biz daxil oluruq, linklərimizlə dəvətlərimizi edirik və üçüncü, sərmayə. Sərmayə nə qoyur biz üçün? Dəvət elədiyimiz insana 15% təşvik verir, 15%-də pul kisəsinə pul qoyur. Biz bu pul kisəsinə qoyulan puldan düzgün istifadə eləsək, inanın 3-4 qatalıqda biz gözəl bir özümüzə sərmayə qurmuş oluruq. Və dördüncü, sertifikatlaşmış məhsul satırıq. Sertifikatlaşmış məhsulları biz əminliklə üz vasitələrimizdir, ətirlərimizdir, üzə qulluqdur, hamam vasitələrimiz çox əminliklə təklif edirik və onlardan təşəkkür eşitirik. Və bu məhsulların tərkibatında çox əmin, özümüzə güvənirik və bizim arxamızda duran bu Arifleyindir. Arifleyin və güvənik biz bu biznesimizi qururuq, biznesdə irəliyirik. Çox sadə şəkildə hazırlanmış təlimlərə çox xahiş edirəm. Girin, maraqlanın, siz uğur əldə edəcəksiniz. Təlimdə bizə gözəl plan lazımdır. Əvvəla verir bizə A planı. A planı alınmazsa, keçin B planına. İnanın, o qədər güvənəcəksiniz, arzulamağı öyrənəcəksiniz. İstəyiniz artacaq, güvənəcəksiniz, motivasiyanız artacaq və dəvətinizi sizə dəvət eləməyə öyrənəcək. O qədər sadə şəkildə. Siz özünüzdən asılı olmayacaqsınız, deyəcəksiniz, necə oldu bunu dəvət elədi? Orada qısa mətinlər var və bu mətinlərlə siz bir dənə onu deyim ki, mən bu addım atanda SEO təliminə görə mən artıq sizin qarşınızda direktor kimi danışıram. Özümü unutdum, özünüzü unudun, özünüzü köklüyün ancaq komandanın yetişməklə, komandanın irəliləməklə. Bax, onda uğur qazanacaqsınız. Və burada məqsədlər vardır. Uğur qazanır, amma SEO təliminin qələbəsi var. Qələbəni biz nə vaxt qazanacağıq? Mən özüm baş menecer, direktor yetişdirəndə bu məni SEO təliminə görə qələbəm olacaq.